21 Mart 2026-cı il saat 6-ya qalmış. Mən bu qazıntılar barəsində dəfələrlə Ekologiya Təbii Sərvətlər Nazirliyinə, lazım olan orqanlara, DTX-yə mən müraciət eləmişdim ki, əhalinin pay torpaqlarını deputat Nəsim Məhəmmədliyevin adamları qazıb yararsız hala salıbdır. Bu barədə heç bir tədbir görülməyibdir Ekologiya Təbii Sərvətlər Nazirliyinə. Cənab Prezidentə mən müraciətim budur ki, xahiş edirəm bunun qarşısı alınsın. Həm də mənim balamın ölümündə Nəsim Məhəmmədliyevin əli olaraq, örtbasdır eləməkdə əli olaraq bu cinayət işini təkrar qaldırılsın. İndi hal-hazırda oranı çəkirəm mən. Nə varsa hər şeyi çəkəcəm, ziyan görmüş yerləri zaten. Xahiş edirəm bu barədə lazımi tədbir görərsiniz. Rəşad İsmailova şəxsən müraciət edirəm ki, bu barədə tədbir görülsün. Dəfələrlə müraciətimi olubdur, xalq tərəfindən də müraciət olubdur, baxan yoxdur. Bu da hal-hazırda qazıntı aparılır. Yalandan da deyirlər ki, taxıl əkilibdir, hamarlanıb, əkin sahəsinə yararlıdır. Xahiş edirəm, nəzərə alasın mənim şikayətimi. Bu da hal-hazırda bərbət vəziyyətə salıbdır. Ardıcılda maşınlar gəlir. Ardıcılda maşınlar gəlir. Xahiş edirəm, nəzərə alasın. Maşınların nömrəsini də çəkəcəm. Budur maşının nömrəsi. Bu vəziyyətdədir. Bundan da betərindir o bir tərəflərdə. Mən sizə dediyimiz kimi pis vəziyyətdədir hər yer. Xahiş edirəm, bunu nəzərə alasınız. Bu maşında nömrəsini çəkəcəm. Gəlir, yenə də əlavə maşınlar da gəlir. Bu kərpiç zavoduna daşınır. Kərpiç zavodunda kərpiç hazırlayıb. Mənim balamın ölümünü oradan daşınan pulla qazanılan vəsaitlə də mənim balamın ölümünü örtbasdır edirəm. Xahiş edirəm, mənim dərdimə köməklik edəsiniz. Artıq dərəcədə xahiş edirəm. Bax, bu qədər yerləri mən hələ bu yaxınlardadır. Bu yaxın əraziləri çəkirəm. Pis vəziyyətə salıbdır. Heç bir kənd təsərrüfatı əkin biçində heç nədə yaramır. Bu barədə xahiş edirəm, köməklik edin. Mənim dərdimə köməklik edin, cənab Prezident. Baxın. Düş yerə. Baxın. Yalandan da deyirlər ki, hər şey səhmana düşübdür. Hər şey səhmana düşübdür. Heç bir qazıntı işi aparılmır. Hal-hazırda mən qazıntı ərazisindəyəm. Cəmaətə məxsus, əhaliyə məxsus əmlak torpaqlarını, bələdiyyəyə aid otlaq sahələrini pis vəziyyətə qoyublar. Bu barədə xahiş edirəm,
köməklik edəsiniz. Bu da traktöristimiz. Hara qaçır bilmirəm. Ağsaqqal boşalmalıdır. Boşalmalıdır o. O boşalmalıdır. Hal-hazırda bu dəqiqə çəkilişi izləyirlər. Boşalmalıdır. Necə? O Nəsibgil mənə oyun oynarsa mən də onlara oynayasıyam. Nəsibgil mənim uşağımın ölümünü örtbasır elədi mi? Qoysam kişi deyiləm. Mən də elə... Qardaş, boşalmalıdır. Kimindir boşalmalıdır. Kimindirsə boşalmalıdır. Kimindirsə boşalmalıdır. Mütləq boşalmalıdır. Abi çəkiliş promoy Bakıya gedir. Kimindirsə boşalmalıdır. Boşaltmağı istəmirlər. Kimindir bu texnika? Qardaş boşalmalıdır. Mən dedim boşalmalıdır, всё. Nə istiyor? Ay? Söndürmürəm. O boşalmalı mən bilərəm. Mənə tapşırıq olubdur, çəkilməlidir. Ay qardaş, mənə tapşırıq olubdur, çəkilməlidir, всё. Mən işimlə məşğulam. Boşaltmağı istəmirlər. Özlərindən razıdırlar. Boşalt qaqa, boşalt. Boşalt yeri. Ya, doldurup gedirlər, adamı saymırlar. Doldurup gedirlər. Adamı saymırlar. Mal lazım olan bu bəsdir. Gör nə vəziyyətə salınıbdır. Bura nədir ki? O yan tərəflər bundan betərindir. Bundan betərindir. Xahiş edirəm, bu barədə köməklik edəsiniz. Şikayətimə köməklik edəsiniz. Hansı ki, mənim balamın ölümünü örtbastıra eləyən, onun bu qanunsuz hərəkəti, çirkin hərəkətlərini eləyən, bu çirkin hərəkətlərə, ekologiyaya ciddi ziyan vuran Nəsib Məhəmməliyev barəsində ciddi tədbir görülsün, xahiş edirəm. Mən balamın ölümünü örtbasır elədiyinə görə mən heç vaxt da əl çəkəs deyiləm. Doldurun. Çok doldurmazsınız. Buranın arkası bu meşə görünən yer 25 il, 20 il bundan irəli qazıntı aparılan yerlərdir. Bütün hər yeri meşə basıbdır. Cəmaətin əmlak torpaqlarıdır. Əllərindən alıb, zəbt eləyib bu vəziyyətə salıbdır. Xahiş edirəm bu barədə bir tədbir görəsiniz. Bütün nə qədər, elə bura harasıdır? Bu Qabaqçöl zonası tərəfində elə bil ki, sərhəd məntəqəsinə yaxın. Oranı da bərbət vəziyyətə salıblar. Buranı da bərbət vəziyyətə salıblar. Ona görə də xahiş edirəm ciddi tədbir görəsiniz.
Doldurun. Burada adamı saymırlar, ne çekeni başa düşürlər, ne bir şey. Adamı saymırlar, cemaatin yerini bu vəziyyətə salıblar. Bu kadar torpağı daşıyırlar, kərpiç bişirirlər. Kərpiçdən vəsait qazanırlar. Cemaatin torpağını əlindən alırlar, zəbt eləyirlər. Cemaatı bərbad vəziyyətə qoyublar. Torpağı da ekologiyaya ciddi ziyanlar vurubdular. Ekologiyanı pis vəziyyətə qoyublar. Xahiş edirəm bu barədə tədbir görəsiniz. Cənab Prezident dəfələrlə tapşırıq veribdir ki, deputatlar heç bir bizneslə məşğul ola bilməz. Amma buna Cənab Prezidentin tapşırığına məhəl qoymayaraq Balakən rayon deputatı Nəsib Məhəmməliyev cəmaətin, əhalinin torpağını bu vəziyyətə salıbdır. Buyurun, baxın. Bu mənzərələrə baxın. Bizi niye boşaltmadılar? Niye boşaltmadılar? Ne problem var? Mən problemimi özləri bilirlər, mənim problemimi. Mənim problemimi, mənim uşağımın ölümünü örtbasdır elədiyinə görə eləyirəm mən. Onlar məni yaxşı tanıyırlar, indən sonra da tanıyacaqlar. İndən sonra tanıyacaqlar. Ay qardaş, sönmür, bu sönmür, sonra danışacağım. Ya olsa çekip sonra gösterdim. Çekmişəm, her şeyi çektim. Gel bu yana bir danış görüm ya, şimdi ne sohbetinde, gel ya. Uşak diyorsan, gel bana. Gel.